Salam, efirdə xəbərlərdir. Amerika Birləşmiş Ştatlarından viza müraciətləri ilə bağlı maraqlı açıqlama. Amerika Birləşmiş Ştatları dövlət katibi Marco Rubio'nun xarici nümayəndəliklərlə Amerika Birləşmiş Ştatları vizası üçün müraciət edənlərin Fələstinə dəstək olub-olmadığını müəyyən etmək üçün sosial media hesablarını nəzərdən keçirməyi tapşırdığı bildirilir. Acmedia xəbər verir ki, bu barədə The New York Times qəzeti dövlət rəsmilərinə istinadla məlumat yayıb. Adının açıqlanmasını istəməyən rəsmilərin sözlərinə görə Rubio Amerika Birləşmiş Ştatlarının xaricdəki nümayəndəliklərinin əməkdaşlarına Amerika Birləşmiş Ştatları və İsraili tənqid edən şəxslərin tələbə və digər vizalar üçün müraciət edərkən ölkəyə girişinin qarşısını almaq üçün sosial media məzmununu yoxlamağı tapşırıb. Sərəncam xüsusilə İsrailin 7 oktyabr 2023-cü ildə Qəzzaya hücumlarının başlanmasından sonraki dövrdə tələbə və digər vizaları hədəf alır və sosial media yoxlamalarının əsas məqsədlərindən biri həmin şəxslərin Fələstin tərəfindən olub-olmadıqlarını müəyyən etməkdir. Qəzetin yazdığına görə bu cür bəyanatlar əcnəbi vətəndaşları Amerika Birləşmiş Ştatları vizası almaq şanslarını təhlükəyə atmamaq üçün öz fikirlərini və bəyanatlarını özünü senzura etməyə məcbur edə bilər. Bundan əvvəl Amerika Birləşmiş Ştatları dövlət katibi Marco Rubio 300-dən çox əcnəbi tələbənin vizalarını ləğv etdiklərini açıqlamışdı. Sizinlə mən Şahin Seyidov, Azərbaycan Yəhudi Mediası. Unutmayın ki, xəbərdar olmaq sizin hüququnuzdur.